Son zamanlar müraciətlərin içində zobla da bağlı müraciətlər var. Qalxanvari vəzini qidalandırmaq, öncəsindən, zobun yaranmadan öncə onu qorumaq, onu qidalandırmaq çox vacibdir. Sonra artıq zob yarandıqdan sonra onu həmin vəzi təzədən inkişaf elətdirmək, geri qaytarmaq biraz çətin olur. Hətta bizim qida əlavələrimizlə belə, yəni bunu biraz zaman alır, insanlar səbirsizləşir. Ona görə də mən bu gün qalxanvari vəzi, yəni zobun yaranmaması üçün, vəzin qidalanması üçün lazım olan maddələri sizə Tibet proqramlarını təqdim edəcəm ki, bunları istifadə edərək siz də əgər ailədə artıq zobla bağlı genetik faktorlar varsa, siz özünüzü qorumaq üçün bu qidaları mütəmadi olaraq rasionunuza əlavə edərək həm də zobun yaranmasının qarşısını alacaqsınız və yaxud varsa artıq sizdə onun ciddiləşməsinin, böyüməyinin, daha da sizin qanınızı zəhərləməsinin qarşısını alacaqsınız. Təbii vasitələrdə 5000 illik yaşı olan Tibet reseptlərdə heç bir əks təsiri, ziyanı yoxdur. Siz probleminizin dərəcəsinə görə mənə deməlisiniz ki, mən sizə həmin proqramı təyin edim. Onun üçün də bioda nömrə var, əlaqə saxlayın, ətraflı məlumat verin.